İmam Həsən Əskəri əleyhissalamın xüsusi yaxınlarından başqa heç kimin xəbəri yoxdur bu hadisədən. Və bunun da o xüsusilərin bilməyində bir səbəb var, hikmət var. Bir məna gizlənib. İmam Əskəri əleyhissalam bunu bilə-bilə eləyir. Ki, bir gün imam şəhid olanda, imam deyir ki, mən şəhid eləyəndən sonra, əgər bunu heç kim görməyibsə, bu ortaya çıxanda, deyəcəklər ki, ya bu uşaq dünyaya gəlmişdi be ya. Hə, gəlmişdi. Deyəcək ki, mən imam zamanım. Deyəcəklər ki, yaxşı da bizə demədi düşmən idik. Məsələn, etibar eləmirdi bizə. Etibarlılarına niyə deməyib Həsən ibn Əli, yəni İmam Həsən Əskəri əleyhissalam? Deyəcəklər ki, Həsən ibn Əli etibarlılarına niyə deməyib? Axı bunun etibar elədiyi, etimad göstərdiyi adamlar var. İmam Həsən Əskəri əleyhissalam da o bəhanələrin qarşısını almaq üçün etimad göstərib, etibar elədiyi adamlara İmam Həsən Əskəri əleyhissalam İmam Zaman ağanı göstərmişdi. Dünyaya gələndən sonra İmam Zaman ağanı göstərmişdi. Yəni bir neçə nəfər məhdud barmaq sayı adamlar var idilər ki, İmam Zaman ağanın dünyaya gəlişindən xəbərləri var idi. Bilirdilər ki, 12-ci imam, sonuncu imam, o mövud, yəni vədəsi verilmiş Peyğəmbərdən üzü bu yüzə 13 dənə məsumun bir gün belə bir şəxsiyyət gələcək dedikləri şəxsiyyət gəlib. Bir neçə nəfər bunu bilirdi. İmam Həsən Əskəri əleyhissalam şəhid oldu, o başqa işlərlə işimiz yoxdur, detallarla. Ki, imamət çatdı İmam Zaman əleyhissalama 5 yaşında bir dənə uşaq. Oldu yer üzünün hüccətullah fi ərzi. Bəqiyyətullah da Allahın yer üzündə qalan yeganə hüccətidir. Yeganə sonuncu hüccət. 124 min Peyğəmbər gəlib gedib, bunların canişinləri gəlib gedib. Bir belə insanlar, yəni məmur olanlara, bəşərin sahin demirəm. İndi gəlib Bəqiyyətullahil əzəm, Allahın o ən böyük sonuncu və tək olan yer üzündəki nümayəndəsi. Dərhal neynədilər? İstədilər öldürsünlər. Allah neynədi? Çəkdi qeybə. Samirrada istədilər, onu da şəhid eləsinlər. 5 yaşında uşağı. Allah neynədi? Çəkdi qeybə. Çəkdi qeybə dedi ki, yox. Daha süzə yaranır. Süzə yaranır. 11 dənəni öldürdünüz. Elə mən işığı yandırıram, siz sındırırsınız. Mən yandırıram, siz sındırırsınız. İndi bunu saxlamaq lazımdır. Biraz qalın bu qaranlıqda, biraz bəlkə ağlınız başınıza gələ. Və bunu mən o zaman verəcəyəm sizə ki, bunun qədrini biləsiniz. Ta gəldik çıxdıq bu zamana. İmam Sadiq əleyhissalam vaxtında bir söz demişdi. Təbii ki, İmam Sadiq əleyhissalama qədər də bu deyilirdi ya, amma imamın da dilindən deyildi. İndi biz onu İmam Sadiq ağa dedi kimi deyirik ki, İmam Sadiq əleyhissalam belə bir söz dedi. Həzrəti İmam Sadiq əleyhissalam buyurdu ki, hər gün Aşura, hər yer Kərbəladır. Yaxşı da. Biz Aşura qiyamının mahiyyətinə və gedişatına baxanda görürük ki, həqiqətən hər gün Aşura, hər yer Kərbəladır. Bilirsiniz də, sözsüz ki, burada məqsəd. Bu deyil ki, həmən eyni ilə o hadisə baş verir. Məqsəd burada nədir? Mahiyyət etibarı ilə hər gün Aşura var. İmam Sadiq əleyhissalam bunu deyir. Mahiyyət hər yer Kərbəladır. Mahiyyət etibarı ilə hər yer Kərbəladır. Məlum məsələdir. Məsələn, Kərbəladan başqa Kərbəla yoxdur yer üzündə. Yəni, coğrafi olaraq, fiziki olaraq, bu torpaq ərazisindən gedirsə söhbət, dünyada bir dənə Kərbəla var. Və bir gün bir dənə Aşura olub, Hicrətin 61-ci ilində Məhərrəm ayının 10-cu günü. Bu söhbət ondan gelmir. Mahiyyət etibarı ilə İmam Sadiq ağa buyurur ki, hər gün Aşura, hər yer Kərbəladır. Dünyanın hər yerində deyir, hər gün Aşura. Bilirsiniz nə deməkdir? Məzlumlar qətlə yetirilir. Məzlumlar şəhid olur. Hər gün Aşuradır budur. Dünyanın hər yerində məzlumları şəhid edirlər və qətlə yetirirlər. Hər yer Kərbəladır, mahiyyət etibarı ilə. Yəni, dünyanın hər yerində bir haqq var, bir batil var. Və bu haqla batil üz-üzədirlər. Hər yer Kərbəladır. Bu davam edir. Gəlib çıxmışıq bu günlə. Gəlib çıxmışıq bizim bu günə. Yəni bizim indi yaşadığımız bu gündən gedir söhbət.
Gəlib çıxmışıq, bu Aşura davam eləyir. Amma çox təəssüf olsun ki, çoxları bu Aşurada Yezid tərəfdədirlər. Çoxları bu günün Aşurasında Yezidlə əlbirdirlər. Özdə bilirsiniz, hansı çoxlarını deyirəm mən? Ya Hüseyn deyən çoxlarını deyirəm mən. İmam Hüseynə sinə vuran çoxlarını deyirəm mən. İmam Hüseynə qara geyinən çoxlarını deyirəm ki, İmam Hüseynə qara geyinirlər, İmam Hüseynə sinə vururlar, İmam Hüseyni ziyarət eləyirlər, Kərbəlaya gedirlər. Amma bugün Yezidin tərəfindədirlər, zamanənin Yezidinin tərəfindədirlər. Necə mahiyyət etibarı ilə hər yer Kərbəladır, hər gün Aşuradır, mahiyyət etibarı ilə bugün İmam Hüseyn ağa da var, Yezid də var. Bugünün İmam Hüseyn əleyhissalamı, bugünün zamanənin İmam Hüseyn əleyhissalamı vəli-i fəqihdir, rəhbər müəzzəmdir, Ayətullah Seyyid Əli Xameneidir, həfəzəhullah Teala. Və bugünün Yezidi o zalimların başçılarıdır ki, başlarında Trump'dir, Netanyahu'dur və sair ilahır və bunlara bağlı olan bütün sastavlarına lənət olsun bunların. Mahiyyət etibarıyla bunlar bugünün Yezidləridirlər. Bu kişi də bugünün İmam Hüseynidir. Bugün insanlar, dünya, müsəlmanlar xüsusilə, ələl xüsus möminlər diqqətli olmalıdırlar. Kimin yanındadılar? Kimin yanındadılar? İmam Hüseynin yanındadılar ya Yezidin yanındadılar. Mövqe bəlli olmalıdır. Və biz bilməliyik kimin yanındayıq. Əgər Yasin deyə, Mərsiyə oxuya, sinə vura, Yezidin yanında olacaqsa, Yezidin əlaltılarının yanında olacaqsa, Yezidin nökərlərinin yanında olacaqsa, Yezidin nökərlərinə xoş olanları deyil, İmam Hüseynə xoş olmayanları deyəcəksə, onda biz münafiqik. Quran işarə eləyir. Bəqərə surəsinin əvvəlində baxın. Deyir, elə ki, və izə xələv ilə şəyatinihim, elə ki, gəlir öz şeytanları ilə xəlvət eləyirlər münafiqlər, o müşriklərlə, dostları ilə, möminlərdən ayrılandan sonra nə deyirlər? İnnəmə nəhnu müstəhziun. Biz onları doluyurduq. Möminlərin ki, yanına gedirlər, Quran deyir, möminlərdən sonra ayrılıb gəlirlər. Kafirlərin, müşriklərin, bütpərəstlərin yanına, öz dostlarının yanına, o Fironların, Yezidlərin, Əbu Cəhəllərin, Əbu Süfyanların yanına deyirlər, İnnəmə nəhnu müstəhziun. Biz onları doluyurduq. Məzələnirdik biz onlarla. Sən də, yox işim gücüm qutarmışdı, mən mömin olanam, sən mənim qardaşımsan. Bugün bir çox möminlər bu cür edirlər. Bugün bir çox müsəlmanlar bu cür edirlər. Bugün bir çoxları bu cür edirlər. Ki, zəmanənin Yezidlərinin yanındadılar, İmam Hüseynin qarşısındadılar. Zəmanənin Yezidlərinin əlin sığırlar, İmam Hüseynindən isə daş atırlar. Zəmanənin Yezidləri ilə qardaşlıq edirlər, zəmanənin İmam Hüseyni ilə düşmənçilik edirlər. Və bu düşmənçilikləri də onlara öyrədən zəmanənin Yezidləri və İmam Hüseynin düşmənləridir.